Əziz könüllülər, cəmiyyətə xidmət etmək üçün hazır olduğunuza görə mən sizə dərin təşəkkür bildirirəm. Könüllü olmaq nə deməkdir? Könüllü olmaq yetkinlik, vətənpərvərlik və fəal vətəndaş mövqeyi deməkdir. Könüllü olmaq, ürəyin böyüklüyü, vicdanın səsi və insan sevgisinin ən saf ifadəsidir. Siz insanlar arasında etimadı və həmrəhliyi gücləndirirsiniz. Siz hər bir insana sən tək deyilsən mesajı verirsiniz. Sizin zəhmətiniz çox dəyərlidir və cəmiyyət sizə hörmət edir. Mən arzu edirəm ki, qəlbinizdə yanan alov sizi xoşbəxt gələcəyə aparsın. Tutduğunuz yoldan siz çıxmayasınız. Çox sağ olun.